Başladım. Uzağa biraz artıq olar. Hər ki Hüseyn yoxdur, o da gələr təsdiq edib göndərərik onu. Belə, hara kimi vermişdim? Bir dənə xatırladın. J daxil olmaqla. Ben bir daha homework için tamamını vermiştim. Aha, homework'in tamamı, bir də AJ. Mən öldüm. Burada xəstələnmək vaxtı. Hə, deməli, homework bir dəqiqə. 2-ni, hə. 2-yə bir dənə tez baxım. Mələk 2 nənəsində problemim var. Mələk burdadır, buradaydı. Hüseynin də bunda boşu var. Qalan belə yaxşıdır. Təklərin sayı yenə son şərtini o dəfə dedikdə onsuz da səhv başa düşmüsən. Sonradakı Salam müəllim. salam. Hüseyn, dərsə gecikmə. Bu suala baxmamısan, hə, böyük ehtimal. O dəfə yazdığın sualdır məncə. Düzdür? O vaxtdan Müəllim. tamam, problem deyil. Əsas həlli başa düşmüsünüzsə bir problem yoxdur. Ya burada da bu deyildi, yadındadırsa. Mən şey nə başqa. Tamam, bir qaranlıq qalan bir şey varmı buradan? Ben görürüm ki yoxdur. Hayır. Şey yazdım. Tamam. Sonra Müəllim, mən en sualını başa düşmədim. en sualını başa düşmədinsə izah edə bilərik. MN. En müəllim. N. Aha, biz nə dedik bu sual üçün? Burada hazır mələyin kod var, onun üzərindən göstərəcəm. Son şərtində nə deyir? Ədəddəki bütün cüt rəqəmləri 1 vaid artırmalıyıq. Məsələn, 1 nədir? Tək ədəddir. Dəymirəm. Elə 1 olduğu kimi qalır. 2 cüt ədəddir. 1 vaid artırıram, olur 3. 3-ə dəymirəm, 4 olur 5. 5-ə dəymirəm, qalır 5. Yəni təkcə artırıram, cütsə artırıram, təkcə dəymirəm. Yazanlardan birinin kodunu göstərim, çünki buna vaxtımızı getmək istəmirəm. Nə edirdik? Ədədən rəqəmlərini tapandan sonra bir-bir baxırdıq ki, əgər hansısa biri cütdürsə, onda nə edirəm? Onu 1 vaid artırıram. B, S, D, Y, F üçün bunu edirəm. Bəli, mən başa düşdüm. Ən axırda bunu çıxışa verirəm. Belə. Bu okey, qəşəngdir, yaxşıdır, möhtəşəm. Burada da bir problem yoxdur. Buradan çıx, buradan çıx. Hə, gələk homework. Loop 1. Loop'un başlanğıcımız. Bir dənə xatırlayaq uşaqlar. Loop'da nə idi? Nə deyildi əsas? Sizə while demişik. Sadəcə while'dan danışmışıq, düzdür? Bu niyə belə? Hə, düzəldi. While'dan danışırdıq sizinlə. Dedi ki, while deyə bir şey var. While nə idi? If'in yenidən özünə qayıtması idi da. Düzdür? Yəni bir şərt var idi burada. Mən şərt ödəməyənə qədər o şərti eləyirdi də. Sağ ol. Burada içəridə bir müəyyən bir dəki kod var. Məsələn, A bərabərdir A plus 1 odan tutmuş. Yəni nə istədi ola bilər. Yəni if-in içində nə yaza bilirdiksə, burada da eyni məntiq davam eləyir. Müəyyən bir şərtim var. Bu şərt nə vaxt ki səhv olana qədər mən while-da eyni şeyləri burada təkrar eləməliyəm. Tamam. Suallara baxaq. Yavaş-yavaş nə sualınız olsa ona uyğun koduna baxarıq. Hamısı tək, hamısı ok, hamısı A, B, C, D-də problemimiz yox idi. Qəşəng. Ay, D-də bir nəfərin problemi var. Mələk'in problemi var. Bir dənə baxaq son dəqiq şərtinə. 2, 1, 0.
2. Uşaqlar, baxın, həmişə deyirəm ki, kodu bir run edin. Bax, yazmısan, düzdür? Yəni şey kimi məqsədlə demirəm. Bura 2 yazsan, run eləsən, sən kodun 1 2 olaraq verəcək bunu. Bax, 1 sek, 2 sek. Birincisi boşluq yoxdur. Tamam. Bu bir səhv. İkincisi ki, sənə 2 1 0 olmalıdır. Amma sənin kodun Mənim orada i minus minus olmalıydı. Çıx. O elə bil i üstə gəl yazır. Hı. Neynirik? Mənə bax. Bir dənə burada i-ni birdən yox. Sən bir dənə başa düşməlisən ki, səndə n-dən başlayıb 0-a qədər gedirsən. 0-da daxil. Tamam. Onda biz nə demişik? Bunu n-dən başladacaqsan. I nə vaxta kimi? I böyükdür, bərabərdir 0 olana qədər. Və burada i-ni azaldacaqsan. Tamam. Aydın oldu mu Mələk? Mən orada bir dənə orada boşluğa görə həmişə elə bil ki, kodu qoyurdum, deyirdim ki, düzdür, amma boşluğu görməmişdim deyə səhv çıxırdı. Hə Mələk. Aydındır. Bir qaranlıq qalan varsa bir də deyə bilərik. Aydındır mən. Hə. D sonunda bir problem çox yox idi. Y sonu niyə bu qədər çox səhvimiz var? Hə, bu maraqlı sual idi. Nə deyir? Mən burada şərtini düz oxumamışdım, ona görə dalbadal səhv eləyirdim. Son şərtinə nə deyir uşaqlar? A-dan B-yə qədər olan ədədlərin içində, bir-bir bütün ədədlərin içində bütün rəqəmləri tək olan ədədləri çıxışa verməliyik. Uşaqlar, bu kodu başa düşmək üçün bacarıq qədər efor sərf edəcəm. Necə? Gəlin bir dənə n ədədi götürək. Gəlin sonuç sadələşdirək. AB-ni qoyaq qırağa. Bir dənə n ədədi verilir. Ədəd 4 rəqəmlidir. Ədəddəki bütün rəqəmlər təkdirsə yes, əks halda no verən bir kod yazmağımız lazımdır. Denəyərik. Əvvəlcə bir ədədin rəqəmlərini taparıq. Düzdür? Yəni bu bildiyimiz normal məntiqdir. Çünki ədədin rəqəmlərini tapmasaq onun tək və ya cüt olduğunu deyə bilmərik. Normal qayda ilə bölməklə gedib yoxlayıram bir-bir. Düzdür? Ədədin rəqəmlərini tapdıq. Bir daha nə etməliyik indi? Yoxlamalıyıq ki, T1 faiz 2 1-dirsə və T1 T2 faiz 2 1-dirsə, bunun bütün 4 rəqəmin 4-ü içində eləyirəm. Yəni faiz 1 olmaq nədir? Mən başa düşürəm ki, qalığım 1-dirsə, deməli ədədimiz nədir? Təkdir. Bunu bir-bir hamısı üçün elədim. Hə, deməli mən bura siyahıta yes verəcəm. Düzdür? Yox, əks halda siyahıta no verəcəm. Okey, burada bir qaranlıq qalan bir hal varmı kiməsə bu sual? Yəni sadəcə sualın şərtini dəyişmişik hələ ki, özümüzdən bir suala baxırıq. N ədədi verilir, N ədədi 4 rəqəmlidir. Bütün rəqəmləri təkdirsə yes, əks halda no veririk. Tamam. Susmaq razılıq əlaməti deyib davam edəcəm. Mən başa düşdüm. Başa düşdüm. Yaxşı uşaqlar, indi bu kodu biraz düşürdəcəm aşağı. Biraz aşağı. Gələk yeni bir şey. İndi qayıdıq öz sualımıza. Elə A və B var. A-dan B-yə kimi mən ədədi yoxlamaq istəmirəm. Elə sadəcə çıxışa vermək istəyirəm. Elə n götürək bu səfər i əvəzinə. Olsun A. Açana kimi gedirəm. N kiçikdir bərabərdir B olana qədər. Yəni mən 1-1 bütün n++ yazıb və siyahut n yazıb bir-bir bütün ədədləri çıxışa vermək istəyirəm. Bunu da aydındır da, yəni A-dan B-yə qədər olan bütün ədədləri mənə çıxışa verəcək. Tamam. Okey. Bəli. Uşaqlar,
Bəli, müəllim. Bir dənə başa düşməli olduğunuz budur ki, siz əgər bununla bunun kodunu başa düşürsünüzsə, deməli bunu buradan silib də bura yapışdırsam, biraz yapışdıra bilmədim. Aha, bura yapışdırsam, tək məsələ burada yes olanda yes əvəzinə n verməkdir. Və else halında bir şeyin verməməyidir. Yəni, bu qədər. Bitdi. Necə oldu? Bizə nə istəyir? A-dan B-yə kimi olan ədədlər içində ədədin bütün rəqəmlərinin tək olmağı. Mən hansısa bir n ədədi üçün tapılan kodu yazdım. Sonra da A-dan B-yə kimi olan bütün ədədlər üçün bunu tətbiq elədim. Bu qədər. Aydındır uşaqlar. Bəli, müəllim. Gəlin bir dənə səhvlərimizə Bəli. baxaq. Məsələn, mələnin səhvi ilə başlayaq. For nə yazmısan? Tamam, olsa for bugün izah eləyəcəyik. Handle-la yazmısan, səhvin budur böyük ehtimal. Niyə? Çünki yanaşı vermək lazımdır mələk. Alt-alta yox. Tamam. Bəli, müəllim. Bir də bunu eləməyin uşaqlar. Bax, burada da AB-dən istifadə eləmisən. For-un içində də AB-dən istifadə eləmisən. Sən bura A yazanda əslində aşağı-yuxarı kodun fikri qarışır ki, sən bu A-nı nəzərdə tutursan, yoxsa bu A-nı nəzərdə tutursan. Tamam. Çalışın bacardığı qədər dəyişənlərə müxtəlif ad verin. Okey. Bəli. Mələyin səhvi budur. Varla yazan var mı? Son səhv həll atmısan. Buna baxacağım ki, bu düzdür. Yox, bu da deyil, yəni bu da o sual deyil. Amma səhv həllər atmısan, yəni son əlaqəsi olmayan həllər atmısan. Tamam. Yəni, məsələn, burada biraz nəsə başa düşmək olardı, amma yəni, bu o deyil də, tamam. Yəni, bunda səhv olmaq səbəbi budur. Include-dan əvvələ bir dənə S düşüb. C düşüb, görsən. Gördünmü? Bəli. Ona görə bu səhv çıxıb, amma yəni, bunu burada yox, bunun içində yazmalıydın. Amma bunu bunun içində yazsaydın, yəni düz keçəcəkdi böyük ehtimal. Çünki məntiqin düz idi orada. Belə. Hüseynin koduna baxaq, görək nə edib. Hüseyin 6 dənəsinə baxmayacağam. Bir dənə i-ni yox, i-nin rəqəmlərini yoxlamalıydın. Tamam. Ondan sonra başa düşdüm. F-də nə idi? Hə. Bu asan idi, bunu başa düşmüsünüz. G-ni də yazmısınız. G-ni asandır ki. Rəqəmlər fərqli. Yəni, G-ni yazıb da burada biraz səhv eləməyimiz. Tamam, olsun. Hə, bunu dərsdə demişdik, əslində aşağı-yuxarı. Amma bunu da səhv eləmirəmsə, dərsdə biraz demişdik. H. Solda nə istəyir? İlk n dənə, baxın, n-ə qədər və ya n sayı, n də daxil olmaqla falan demir. İlk n dənə cüt ədədi çıxışa verməliyik. Belə bir məntiq yürüdə bilərik. Cüt ədədlərin artma aralığını bilirik də. Plus 2 ilə artır. Yəni, birincisi 2-dir, sonra hər biri plus 2 kimi gedir. Yəni, olacaq 2, 4, 6, 8 bu şəkildə gedəcək. Düzdür? Və yaxud da belə bir şey eləyə bilərik. Mən bir dənə n-i daxil eləyərəm. LL n. Sin n. Baxın, məndə LL i olacaq 1. While-da i kiçikdir, bərabərdir n. Mən siyahıda i-ni versəm, prosta heç bir şey olmadan i plus yazsam. Mənə nə verəcək bu? Nə demişik? Birdən n-ə kimi ədədlərin verməyin kodu da bu. Hə, bu 2-dir də. Məsələn, yəni bunu 3 eləyək. Birdən 3-ə kimi ədədlər versin bizə. Biraz baxsaz görərsiniz ki, buradakı ədədləri əslində siz 2-yə vursaz, bu həm də sizə nələr verəcək? Cüt ədədlər verəcək.
Çünki normalda onsuz ədədlərimiz 2 artır, düzdür? Yəni cüt ədədlərimiz 2 artır, amma burada 1 artır. Amma son 2-yə vurandan sonra 2 artmış olacaq. Və başlanğıcımız da 1-dir deyə 2, 4, 6 şəklindən neçə dənə lazımdırsa o şəkildə davam edəcək. Tamam. Bəli. Bir nəfər də problem idi bu. Aha, bir nəfər də yazır. 2 nəfər qalıb, onlar da yazar artıq. İyi. Hə, bu çox möhtəşəm sualdır. Solda nə deyir? N ədədindən kiçik olub 5-ə bölünən ən böyük ədəd istəyir. Nə deməkdir bu? Məsələn, bir dənə ədəd götürək, 14. 14-dən kiçik 5-ə bölünən 2 ədəd hansıdır? Bax, 14-ün özü heç, 13 bölünürmü? Yox. 12 bölünürmü? Yox. 11 bölünürmü? Yox. 10. Deməli 10 bölünür. Hə, deməli mən onu götürə bilərəm. Və yaxud da 15 versə, yenə uşaqlar, bax, ədəddən kiçikdir. 15-in özünü götürə bilmərəm. Onun üçün yenə 14, 13, 12, 11, 10, hə, onu götürə bilərəm. Və yaxud da 7 versə, nəyə götürəcəm? 5-i götürəcəm. Niyə? Çünki 7-dən kiçik 5-ə bölünən ən böyük ədəd nədir məndə? 5-dir. Bir dənə əslində mənim burada necə tapdığıma baxsaz, bunu başa düşmək olar. Biz nə vaxta kimi bir ədədi azaldıram? Bölünənə qədər. Yəni mən bir n ədədi daxil edirəm. Sonra deyirəm while-da ki, əgər n faiz 5 nida bərabərsə 0-a, yəni bölünmürsə, n azaldır. Hə, o ki gəldi, məsələn, 14 ilə başlamışdım. Azaltdı. Gəldi 5-ə bölünən 10 məsələn, 5-ə bölünür. Artıq görəcək ki, bu şərtin səhvdir. Düzdür? Onda nə baş verəcək? Şərt səhv olduğu üçün bu loop dayanacaq və ona bölünən bir ədədi mənə çıxışa verəcək. Tamam. Amma uşaqlar, bu kodun bir dənə problemi var. O da nədir? Məsələn, 7 versək düz işləyəcək. Bizə verəcək 5-i. Məntiqən düzdür da, yəni 2 dəfə azaldacaq. Sonra 5-də bu loop duracaq. Sonra 5-i çıxışa verəcək. Amma mən buna 15 versəm, görək nə olacaq? 15-in özünü verdi. Niyə? Çünki loop'a gəldi, düşdü bura. Elə baxdı ki, 15 5-ə bölünürmü? Hə. Direkt 15-i durdurdu, 15-in özünü verdi. Amma bizə sualın şərtinə bir dənə vurğulayır ki, less than. Yəni, bərabər ola bilməz. Ondan mütləq kiçik olan başqa birini verməliyik. Burada nə istifadə edəcəyik? Aşağı yuxarı baxıb görə bilərsiniz ki, siz elə 15-dən yox, 15 minus 1-dən başlasınız hər dəfə. Yəni, məsələn, burada heç loop'a düşmədən əvvəl bir dəfə azaldın. Yəni, 15 verəndə artıq bunu çevirəcək 14-ə. Hə, 14-ü yoxlayın artıq ki, 14 deyək ki, deyək, bölünürmü ya yox? Yəni burada yazacaq n-1. Ayso, n-1 ya da ki, elə n-1 elə onsuz da 1 var, aşağı salırdı onu. 15 aldın. Burada eləyəcək 14. Hə, artıq kodun 14 üçün başlayacaq yoxlamağa. 14-dən kiçik 5-ə bölünən ən böyük ədəd hansıdır? 10-dur da elə. Tamam. Aydın olmalı. Niyə 1 var idi azaltdıq orada? İlk başda. Çünki 15-ə məsələn səhv verirdi. Bəli. Digərləri? Bəli. Aydındır mən. Bir dənə səhvlərimizə baxaq. Böyük ehtimal deyim ki, o minus məsələsi olacaq böyük ehtimal. Yox. Neynəmsən? Hə, gözlə. Yox, deyəmirsən onu. Bunu deyə bilməzsən. Niyə deyə bilməzsən? Birincisi bax, Aminə nə idi?
Aminə. Yoxsa Əminədir o? Adın tam olaraq necədir? Əminədir? Həm ayla başlayır, ayla qutar. Hə, elə yazıldığı kimi də onda. Aminə. Bəli. Aha. Sənin birinci ən böyük deməyim, ən birinci səhvin budur ki, sən direkt EBA 1, 2, 3, 4 bu artıq səndə qalğın olmama halıdır da, düzdür? Qalğın olmama halında sən n yox, n-5 verməli idin. Niyə? Çünki bayaqki məsələ 15-də sən çıxışa 15 yox, 10 verməlisən. Tamam. Bir səhvin odur. Bir də ola bilər ki, uşaqlar, girişə mənfi ədəd versin sizə. Yəni, məsələn, -7-dən əvvəlki şey istəsin. 5-ə bölünən ədəd istəsin, o da -10-dur. Tamam. Yəni, bizim kod, yəni while kodu düz işləyir. -7 bölünürmü? Yox. -8 bölünürmü? Yox. -9 bölünürmü? Yox. -10 bölünürmü? Hə. Deməli, -10-u çıxışa verir. Tamam. Bizim while kodu düz işləyir, amma sənin həllində məsələ nədir? Bunların heç biri deyil, mənfi ədəd olsa. Avtomatik gəlirsən bura, tamam. O da elə n-in özünü verir deyə bir səhvlik olur. Aydındır? Bəli. Özü biz demişik də, məsələn, -5-in məsələn, -7 deyil bu. -7-nin faiz 5-i sənə nə verəcək? 2 yox, yəni -2 verəcək də bu. Aydındır bu. Çünki dedi ki, mənfi ədədlərdə qalıq da mənfi olur. Yəni bu özəlliyi var bir dənə, moddamanın. Ona görə sənə məsələn orada heç biri nə 1, nə 2, nə 3 sənə aydın olmayacaq. Mən burada saatə nə veririk? Saat elə birbaşa el çıx bir yaza. Necə? Burada saatə n veririk də birbaşa yazdıqdan sonra. Burada, hə. Başa düşdüm. Ya da Aminə şey yoxlaya bilərsən. Mənfiləri ifləyə bilərsən. Yəni yoxlayarsan ki, -1-dirsə neynə, -2-sə neynə. Amma o da uzundur da. Yəni while həllini başa düşməyin məncə daha yaxşıdır. Tamam. Bir də Ayxanın koduna baxaq. Səhvi nədir? A n-dirsə, hə, bu da çox qarşılaşdığım həldir. Amma bunun da səhvi elə Ayxan, bunun da səhvi bax odur. Mənfi ədədlər üçün düz işləmir. Tamam. Məsələn, -7 böl 5 sənə verəcək nə? -1. Sən -1-i tezdən 5-ə vuranda sən alacaqsan -5. Amma sən -5 yox, sən tapmalıydın nə? -10. Neyniyə bilərsən? Bir dənə basit bir dənə if-lə yoxlayarsan ki, əslində n ədədin mənfidirsə üstünə 10 gəl, 10 çıx ya da nə bilim bu tipli şeylər də eləyə bilərsən. Amma uşaqlar dediyim kimi bizdə əsas məqsəd bu dəqiqə while-ın işləmə prinsipini başa düşməkdir deyə çalışın indi həlli while-la yazın. Və son sual J sualı. Ədədi şeyləri tamamlamalıyıq. Kvadrat ədədlərə, yəni ilk n dənə kvadrat ədəd çıxışa verməliyik. Uşaqlar, bayaqki cüt ədədi necə yazdığımız yadınızdadır. Bir də onun həllini görüm qaytara bilirəm. Aysa. Bu sualda mən bura məsələndə 5 yazsam, mənim ilk 5 dənə ədədi verir də, düzdür? Yəni bu həll bizdə deyir ki, bu nə edir? Mən çıxışa i vermək əvəzinə bəs i vur i versəm, onda nə baş verəcək? Kvadratını verəcək. Aysa avtomatik olaraq kvadratını verəcək. Yəni ilk 5 dənə ədədin kvadratını verəcək. Və mən məsələn bunu 5 yox 3 eləsəm, elə girişdəki kimi. 3 eləsəm nə olacaq? İlk 3 ədədin kvadratını verəcək. Aydındır? Bəli. Bir çətinlik yox idi məncə. Belə. J kimi vermişdim. Yaxşıdır. Yazmısınız, səhvləriniz olub, baxdıq.
Əsas Y sualını, bir də bu 6 dənəni tamamlayın. 6 dənə dediyim bu da var da, 7 dənəni. Sonra İndi məsələ nədir? Məsələ burasındadır ki, gəlin for keçək. For keçək. For nədir? For çox gözəl bir şeydir. For while-ın bir üst səviyyəsidir. Necə? Mən bayaqları sadəcə yenə o şeyə qayıdıram. İlk n ədədi çıxışa vermək istəsəm, mən məcbur idim ki, baxın, for-la while-ın yeganə fərqi var, onu göstərəcəm indi. Mən bir dənə ilk n ədədi çıxışa vermək istəyirdimsə, mən nə etməliydim? Bir dənə deyirdi ki, dəyişən yaradırdıq, düzdür? Bu dəyişəni hər dəfə n-dən kiçik olana kimi gedirdi, siyahıta verirdik, sonra i-ni bir var artırırdıq, düzdür? For biraz belə də daha oliqarx yazılış növü kimi düşünə bilərsiniz. Nə edirsiniz? Bir dənə dəyişəni götürürsünüz, həmin o temp kimi istifadə etdiyimizdə, hansı ki durmadan artırırdıq. Onu atırsınız şərtin yanına. Sonra şərtdən sonra da bir dənə qoyursunuz nə? Bu hər dəfə i-ni necə ki artırırdıq, onu atırsınız bura. Bunun da adını, while-ın da adını dəyişib qoyursunuz for. Bu oldu sizə for. Nə işə yarayır bəs? Forun əsas işləmə məqsədi uşaqlar. Məsələn, while-ı biz şey kimi istifadə edirik. Necə deyim? Baxın, while-ın əsas işləmə məqsədi şərt var da burada, düzdür? Bu şərt düz olduğu müddətdə while düz işləyir. Okay? Yəni while-ın içində burada olan kod durmadan təkrarlanır. While-ın əsas istifadə olunma məqsədi budur. Yəni düzdür, biz sizə ilk neçə dənə sualı, burada yazdırdığım sualı while-la yazmısınız da, düzdür? Amma bunların əslində çoxsunun həlli for-landır. Niyə? Çünki for-a yazılışına daha uyğundur. İndi bura gəlirəm. Aydındır, while müəyyən bir şərt var. Yəni əsas məqsəd, istifadə məqsədi budur ki, o şərt ödənənə qədər bu davam eləsin. Bu məsələn bu şərti mən bu sualın məsələn buradakı necə bir şərtim var idi, deyirdim 5-ə bölünənə qədər davam elə kimisindən. Bu şərt idi də, bu şərt həll olunana qədər mən davam eləməli idim. Amma forda bir başqa məntiq var. Forun əsas istifadə olunma hissəsi başqadır. Necədir? Baxın, bir dənə dəyişən var, i və yaxud da nə adını nə verəcəksinizsə. Bir yerdən başlayır, bir dəyişəndən başlayır. Harasa kimi gedir və müəyyən şeylə gedir, templə gedir. Ya 1-1 artır, ya plus bərabər 2 yazsaz. Yox, plus bərabər deməyim. I bərabərdir, i plus 2 yazsaz. Məsələn, nə olacaq? 2 artacaq. I bərabərdir, i vur 2 yazsaz. 2-yə vurula artacaq, düzdür? Ta B-yə çatana qədər. Və i minus yazsaz, A B-dən böyüksə, A-dan B-yə doğru azala düşəcək. Yəni, əsas məqsəd nədir? Bir yerdən başlayıb, bir yerə doğru necəsə hərəkət edirsinizsə, yəni ədədlər üzərində. Tamam, bu fordur. Yox, əgər hansısa şərtin sadəcə təkrar olunmağı lazımdırsa, bu da while'dır. Müəllim, yəni məsələn, burada dedisi forda, məsələn, burada A 1-dir, B isə 10-dur. Hər dəfəsində isə A-nı 1 vaat artırırıq bu cür, B olana qədər. Məsələn, biz nə edəcəyik artıq? Məsələn, mən sizə deyəndə ki, ilk n ədədi çıxışa vermək. Yəni, artıq burada nə var? Hardansa başlayıb, harası doğru getmək var deyə. Biz bunu while-la yazmayacaq, artıq for-la yazacaq. Int i 1-dən başlayacağım uşaqlar, baxın. Hara kimi getməliyəm? I kiçikdir bərabərdir 10-a kimi. Sonra da i plus, yəni hər dəfə kodun müxtəlif yerlərində yazırdım da mən bunu. Artıq bir yerə toplayacağım bu 3 dənə şərt. Yəni daha minimal olacaq da.
Yəni dediyim kimi uşaqlar, baxın, həmişə for-la yazılanı while-la yazmaq olur. While-la yazılan həlli də for-la yazmaq olur. Yəni burada sətirləri sayısını az eləmək üçün eləmək demək olar da. Demək olar yox, elə elədi. Amma dediyim kimi, yəni mən belə tələb eləyəcəm çox vaxt ki, uşaqlar. Yəni məsələn, for tələb olunan yerdə for yazın, while tələb olunan yerdə while yazın. Harda nəyin tələb olduğunu dedim. Əgər ancaq müəyyən bir şərt varsa, yəni ancaq şərtə odaqlanırıqsa, yəni i təyin edib o i üzərindən davam eləmiriksə, onsa while istifadə eləyəcəyik. Yox, i təyin edib hardansa harasa getməliyiksə, onda for tələb eləyəcəm. Tamam? Bəli. Bunu suallar yazacağız, öyrəşərsiniz. Bir də görərsiniz ki, while falan çox istifadə eləmirsiniz, ancaq for-dan davam edirsiniz. Hə, nə edirik? For yazdıq, shout i. Bu qədər. Yəni eyni while-la eyni prinsipdir onsuz da. Sadəcə 3 dənə sətir azaldı. Boşluq qoymamışıq deyə yan-yana verdi. Gördük, məsələn. Məsələn, yenə kvadrat ədədlər vermək istəyirik bayaq. Vur, i vuruq. Yəni, for daha kompaktdır da, belə deyək. Hər şey bir yerdədir. Belə biz bayaqları, məsələn, sualda nə edirdik? Dəyişəni yaradırdıq yuxarıda. Sonra bu dəyişəndən sonra nələrsə gəlirdi. Sonra while başlayırdı. While-da nəsə proses görürdük. Həmin burada yaratdığımız dəyişəni biz burada nə edirdik? Bir vaid artırırdıq. Yəni, səpələnmişdi də bir növ. Yəni, biri yuxarıdadır. Orada isə elə bil yığırdıq hamısını, yığcam. Aysa, for isə hər şeyi yığır. Müəllim, bəs for-da məsələn if yazıla bilər, yoxsa yox? Yəni nə istəyirsənsə burada başlayıb yazacaqsan da, yəni a məsələn i faiz 2 bərabərsə 0-a, məsələn i vur i deyəsən, belə yəni məsələn bir xüsusi, ancaq məsələn cüt ədədlərin kvadratlarını verək. Gəl. Məsələn, ancaq cüt ədədlərin kvadratlarını verməyin kodu. Neynədik? 4. Bu şəkildə gedir. Okey, yəni dediyim kimi, while-da yazdığın hər şeyi burada da eləyə bilirsən. Sadəcə bu daha kompakt bir versiyadır. Bu qədər. Okey. Mən başqa fərq yoxdur da. Yox, dediyim kimi, sadəcə şey eləməyinizi istəmirəm də. Məsələn, yenə i-ni burada tanıdıb, artda da i-ni plus yazmağınızı istəmirəm. Hamısı bir yerdə olsun ki, həm koda baxanda rahat başa düşək nə yazmısınız. Həm də nə istifadə edirsinizsə onu da rahat başa düşək. Okey? Bəli. Biraz yazın əliniz düşəcək, narahat olmayın. Hə, homework-ı indidən deyim, hamısını götürürük evə, qalan hər bir şeyi, bir də bunları tamamlamaq, tamam. Bir-iki dənə suala prosta baxaq, məsələn də nədir? Məsələn, 3-dən 7-yədir, amma 7-dən 3-ə verməliyik, düzdür? Məsələn, nə edəcəyik? Sonra qaydaq. Məsələn, for-la yazaq, gəlin. Nə dedik? i başlayacaq b-dən. Hara kimi gedəcək? A-dan böyük olana qədər. i-ni hər dəfə azaldacaq. Burada a-la b-ni daxil etmək lazımdır. A, B, sin A, B. Okey. Baxın, B A-dan böyük olduğu üçün mən B-dən başlayıram. A-dan böyük olana qədər i düşür hər dəfə. Düzdür? Bir vaid azalır. Hər dəfə nə edirəm? Siyahıda i-ni çıxışa verirəm. Aydındır? Məsələn, 7-3 versək, 7-3 versək. 7-3 deyirəm, 3-7. 7-dən 3-ə kimi olan ədədləri çıxışa verəcək. Tamam. Bəli. İşte bu şəkildə bir-bir yazacaqsınız. Sonra məsələn bu sualda nə istəyir? 2 üstü 1 ilə 2 üstü 2-nin cəmini, yəni 2 üstü n-lə 2 üstü m-in cəmini tapmağımız istənilir. Şöyle burada power keçmişdik də sizinlə. Bəli müəllim, orada for yazıb amma power-la yazacaq. Siyahıda.
Power məncə işləmirdi. Ona görə power-la yazmayın. Amma istəsəz yoxlaya da bilərsiniz, dediyim kimi. Olmasa nə edəcəksiniz uşaqlar? Bir dənə məsələn, A ilə B-də M əvəzinə A ilə B götürmüşük. Ya bir x olsun 1, y də olsun 1. Tamam. Bir dəfə for götürəcəydiniz. Bax, int i olacaqdı 1-dən, x idi bərabərdir a-ya, i++. Uşaqlar, bu nə deməkdir? Mənim, baxın, bu hissəm neçə dəfə dövr eləyəcək? Yəni, totalda i-aya bərabər olana qədər. hə, biz nədir uşaqlar? Bax, forun bir istifadə olunma məsələsi də əsas budur. Bəzən olur ki, uşaqlar, bax, biz forda da while-da da ikisini istifadə edə bilərik. Məsələn, bəzən i-ni başladırıq A-dan, gedir B-yə qədər. Düzdür? Məsələn, Cout i dediyimiz vaxtda olur. Yəni, Cout-u i-ni çıxışa verdiyimiz vaxtda olur. Amma bəzən də elə olur ki, heç mən forun içində heç i-dən istifadə eləməyəcəm. Orada i-nin var olma səbəbi, uşaqlar, sadəcə şeydir. B-də bir saymaqdır. Yəni, mən bilirəm ki, 1-dən başlayıb A-ya qədər getmək, burada A dəfə proses baş verəcək. Yəni, bu forun içi, burada yazacağım kod, A dəfə baş verəcək də, düzdür? Çünki 1-dən başlamışam, A-ya qədər gedirəm. Neçə dəfə dövrüm var? A dəfə dövrüm var da, düzdür? Aydın deyil bu? Bəli. Aydındır. Aha. Aydındır. Mən hər zaman i-ni istifadə eləmək məcburiyyətində deyiləm. X bərabərdir, x vurulsun 2. Yəni, mən x-i A dəfə özünə vursam, elə neynəmiş oluram? 2 üstü A-nı tapıram da, belə baxanda. Düzdür? Baxın, mən heç i-dən istifadə eləmədim bu kodda. I başladı, qutarana kimi getdi, amma i-dən istifadə eləmədim. Dediyim kimi, forda biz həmişə i-dən istifadə eləməyə bilərik və yaxud da nə dəyişən demişiksə, ondan istifadə eləməyə bilərik. Orada əsas məqsəd düşməkdir ki, A dəfə məsələn dövr eləyəcək. Mənim indi yazdığınız kodda, yəni bu A dəfə, i-ni A dəfə vuranda bu x-in kvadratına bərabərdir. Bir də de. Mənim yəni i-ni A dəfə vuranda x-in kvadratına bərabərdir yazdığınız kodda. Yox, elə olmur. Bax, x nədir başda? 1, düzdür? Bəli. Aha. Bax, mən bunu deyirəm ki, ədədim 1-dən başlayır. Bax, i başlayır 1-dən. Gedir hara kimi? A-ya kimi. Burada neçə ədəd olacaq? A dənə ədəd olacaq da, düzdür? Bəli. Onda mənim forumda, yəni bax, bu forun burası heç. Bu mötərizənin bu hissəsi var ha. Bura kimi nə kod yazmışam, bax bu hissəyə. Bəli. Bu tam olaraq A dəfə yerinə yetəcək. Tamam. Həmən tutaq ki, A 2-dirsə 2 dəfə eləyəcəklər. Tamam. Deməli mən x-i, bax x bərabərdir x vur 2. Mən x-i A dəfə 2-yə vursam, onda nə olmuş olacam? 2 üstü A olmuş olacam da, düzdür? Bəli. Yəni deməyim ondadır ki, görürsünüz mən i-dən istifadə eləmədim. Amma əsas məqsədim nə oldu? Mən A dəfə dövr eləmiş oldum ən sonunda. Okey? Bəli. Digərləri Bəli, müəllim. yaxşı, indi bəs y yazıram. Bu da totalda B dəfə dövr eləyəcək, düzdür? B dəfə. Y-im nə olacaq? Y vur 2. Sonra da çıxışa da verəcəm x üstə gəl y. Aydındır?
Bəli. Göz. Bu da belə. Sonra bayaqdan gözlədim o ana gəldik. Bir dəqiqə. Şo. İstədiyim o ana gəldik. Buradan uşaqlar, qaydırıq. Bir də hamının diqqəti burada olsun. Çox önəmli bir mövzudur ona görə. Niyə yazmasın ki? Yaxşı bir yer olsun. İlk dərslərimizə qaydırıq. Lap C ilə keçdiyimiz ilk vaxtlardakı dərslərimizə. Gəldik bu məsələyə. Böl 10-la faiz 10-un fərqinə. Bir dənə xatırlayaq görək bunlar nə idi? Böl 10 ədədi bölürdü. Faiz 10 isə qalığı tapır ondan. Faiz 10-da isə neçə də 10 yoxdur. Nəsə dediniz amma bilmədim nə dediniz. Əl qaldırın. Müəllim, faiz 10 olanda elə bir qalığı tapırdı. Böl 10 olanda ona bölürdü. Aha, orası düzdür amma biz onu niyə istifadə edirdik? Müəllim, ədədləri tapmaq üçün, bir ədədin rəqəmlərini tapmaq üçün. Ayso, aşağı yuxarı. Tamam, nəysə. Mən məsələn 123-ü ona bölsəm, biz nə deyirdik? Bu 3 yoxa çıxacaq, düzdür? Amma 123-ü mən faiz 10-unu tapsam, bu 3-ü saxlayacağam, bu qalanları yoxa çıxacaq, düzdür? Bəli. Uşaqlar, onda belə bir şey yaza bilərəm. Bir dənə bunu yavaş-yavaş görək, elə davam edək, görək. Nə yazıram? Bax, Cout n faiz 10. Bir də end yazım, düzdür? Bunu run eləsəm, gəl buraya 123 yazaq. 123. Mənə nə verməlidir çıxışa? 3 verməlidir. Yəni gözlədiyimiz budur. Düzdür? 3 verdi. Daha sonra mən bura n bərabərdir n böl 10 yazsam, artıq baxın 123 olacaq 12. Mən bura çıxışa nə verəcək? İndi bir də yazsam bunu. Cout n faiz 10 yazsam. End yazsam, mən nə verəcək? Bu səfər 2 verəcək. Niyə? Çünki son n-im hal-hazırda 12-dir. 12-nin faiz 10-da mənə verəcək nə? 2-ni. Tamam. Bəli, müəllim. İndi bunu mən bir dəfə də yazsam, bir dəqiqə. Bunu mən bir də yazsam uşaqlar. Bu səfər böldən sonra olacaq 1. 1 faiz 10 mənə verəcək 1-i. Aydındır. Gəl məsələn bir dənə run edək. 123-ü mən necə alacağam? 3, 2, 1 şəklində. Alt-alta. Tamam. Altdan yuxarı oxusam elə görəcəksiniz ki, nədir? 1, 2, 3 olaraq verilir. Aydındır. Yaxşı. Mən bunu biraz böyütsəm bəs bu ədədi. Və bunu da bir neçə dəfə təkrarlasam, görürsünüz. Run eləsəm, görəcəksiniz ki, yadınızda da o şey məsələsi. Bu zaman biraz çox təkrarlayaq. Baxın, nə baş verir? Bax, ədədin son rəqəmini çıxışa verir. Sonra həmin o rəqəmi silir. Rəqəmi çıxışa verir, silir. Çıxışa verir, silir. Okey. Bu neçə dəfə olur. Yəni, neçə dəfə təkrarlayır. Baxın, bir müddətdən sonra sıfırlar verməyə başlayır. Niyə? Çünki gəlir sona qədər, ən son dəfə 1-i çıxışa verir, sonra 1-i də silir. Onun üçün ədədim qalır nə? 0. Mən 0% tapıram. Eləyəcək 0. Düzdür? Yəni, mən 0-ı tapıram, sonra tezdən 0 böl 10 yazıram. Ya bu mənasız bir sıfırlar almağa davam eləyəcəm də, düzdür? Yəni, bu təkrar durmadan loop'a girir. Aydındır? Niyə burada sonda sıfırlar aldıq mı? Baxmayaq ki, ədəddə sıfır yoxdur da, düzdür? Tamam. Ben yenidən başlarsız olanla biraz yuxarılardan. Olar. Bax,
Gəl biriniz buradan başlayaq. N faiz 10 neyinirdi? Bax bir dənə biraz normal ədəd götürək. Bu çox saçma oldu. 4513 götürək. 4513 run eləsəm, mənə nə verəcək uşaqlar məntiq olaraq? Baxın, 4513-də mən faiz 10-um qaytaracaq bir dənə bu 3-ü. Düzdür? Çünki sonuncu rəqəmi 3-dür də. Okey. Bəli. Hamıya aydındır, yəni faiz 10-u tapırıq da sadəcə. İndi, yaxşı, bəs mən belə bir sətr yazanda bura nə baş verir? N bərabərdir N bölü 10. N bölü 10 mənə qaytaracaq bu 3 olmadan, yəni 451-i. Yəni N-in yeni qiyməti olacaq artıq 3 olmadan, yəni 451. Tamam. Bəli. Uşaqlar, baxın, indi mən yenə bu faiz 10 məsələsini bir eləsəm, bunu bir də kopyalasam, bir də yapışdırsam, bu səfər baxın, eyni sətir olmağına baxmayaraq, yəni eyni şey olmağına baxmayaraq, kod olmağına baxmayaraq, run eləsəm, bu səfər 3-dən sonra mənə nə verəcək? 1 verəcək. Niyə? Çünki baxın, bu 3-ü verdi, sonra bu 3-ü sildi. Sonra bu 1-i verdi, sonra indi yenə yazsaq, bu 1-i siləcək. Yəni mən bunu kopyalayıb bir də yapışdırsam, baxın. Nə olacaq? Run eləyəcəm, indi run eləsəm. Bax, bu 3-ü verəcək. Bu sonra 3-ü siləcək. Bu sonra 1-i verəcək. Bu da həmin 1-i siləcək. Tamam. Bu sonra 5-i verəcək. Bu şəkil mən nə qədər yazsam, elə davam edəcək. Aydındır? Bəli. Hamıya? Dəqiq hamıya aydındır? Bəli. Bəli müəllim. Tamam, yavaş edirik. Yaxşı uşaqlar, mən buradakı bölünənlərin sayını ədəddən çox eləsəm, yəni biraz çoxa yazsam da bunu. Say olaraq çox yazsam. Qalan 0 olacaq. 4. Sıfır verəcək sonralar. ISO. Bir dənə baxsaz görərsiniz ki, əvvəllərə 0 düşəcək. Gördünüz? Niyəsinə də baxsaq, bax, verir, sonra silir. Düzdür? Verir, çıxışa, sonra silir. Çıxışa verdi, sildi. Artıq n oldu 0. Bu durmadan 0 verəcək, təzədən n olacaq 0. Çünki 0 bölü 10 ilə 0-dır da. Bu mənasız bir cycle-dır da, görürsünüz? Yəni, durmadan 0 verə-verə gedəcək. Uşaqlar, biz nə demişik? While-ın məqsədi nə idi? Müəyyən bir şərt ödənənə qədər mən nəysə eləməliydim. Mən deyəcəm ki, n 0-dan böyük olana qədər mən təkrarım hardadır? Yəni ən çox nə təkrarlanır? Bu ikisi təkrarlanır da. Bunu təkrarla. Yəni ədədin son rəqəmini çıxışa ver, daha sonra da həmin ədədə ona böl. Mən bu while-la oldu onda. Aysa, çünki bax bir şey yoxdur. İ yoxdur məndə. Yəni bir A-dan başlayıb B-yə getməyə ehtiyac yoxdur. Və yaxud da hər dəfə müəyyən bir plus 1 ilə və ya minus 1 ilə getməyimə də ehtiyac yoxdur. Yəni sadəcə bir dənə şərt var. Şərt. O şərt düz olana qədər işləməlidir. Deməli while-dır. Tamam. Aydın fərqləri. Bəli. Hə. Uşaqlar, artıq baxın, mən kodu bir run eləyirəm. Bu səfər isə gördünüz, sıfırlardan qurtulduq. Və yaxud da məsələn, mən nə qədər böyük ədəd yazıram, 0 görməyəcəyik. Yəni ədədin içində 0 varsa o heç, amma belə artıq sıfırlar görməyəcəyik. Bir də ayırıram ki, bu ədədlər əslində mənə nədir? Ədədin rəqəmləridir də. Artıq mən bir növ şeydən qurtuldum. Hər dəfə T1, T2, T3 yazmaq dərdindən qurtuldum uşaqlar. Düzdür, bəzən ola bilər lazım olsun yenə bu bizə. Amma aşağı yuxarı elə mənə nə lazımdırsa, ədədin rəqəmlərini elə bu yolla alıram da. Düzdür? Məsələn, 1, 2, 3, 4, məsələn, 1234-ün rəqəmlərini verəcək mənə. 4, 3, 2, 1. Aşağıdan yuxarıya doğru. Gördük uşaqlar? Bəli. Məsələn, nə edə bilərsiniz? Deyək ki, belə bir sual verə bilər. Bir dənə deyək ki, ədədin rəqəmlərinin cəmini istəyir, amma bilmirik neçə rəqəmlidir. Məsəl üçün deyirəm. Bir dənə K dedi, yox, C dedi 0.
hər dəfə C bərabər olacaq. Uşaqlar, bir dənə bunu deməmişdən qabaq sizə şey deyim. Mən sizə şey demişəm. Niyə belə oldu? Mən sizə bunu demişəm. X bərabərdir. X plus bərabər A. X minus bərabər A. Bunları bilirsiniz. Müəllim. Deməmişəm. Görürsüz. Bir də qısaca bunu deyim, sonra qayıdaq öz bayaqki sualımıza. Tamam. 2 dənə qısa yol demişəm də sizə. X minus minus, X plus plus. Bunlar nə idi? Bu X bərabərdir X plus 1 idi. Düzdür? X-i bir vayda artırırdı. Düzdür? Yaddadır bu. Bəli. Ay, işte səhv yazdım. Minus 1'dir bu. Ha. Bu da X bərabərdir X plus 1 idi. Yəni bu bir vayd azaldırdı, bu da bir vayd artırırdı. İndi öyrənəcəyimiz isə daha nisbətən sadədir elə. X bərabərdir X plus 1 yox. X plus 5 yazırsınızsa, yəni həmin ədədi artırırsınızsa, X-in özünü, onda bunu qısaca belə də yaza bilərsiniz. X plus bərabər 5, yəni X hər neçədirsə qiymət olaraq, onun üstünə 5 gəl. Aydındır. Və yaxud da X vur bərabərdir 2. X hər neçədirsə, onu 2-yə vur. X əvvəl 5 idisə, olacaq sonradan nə? 10. Aydındır. Və yaxud da X böl bərabərdir 4. Deyək ki, X əvvəl 16 idi. Sonra olacaq nə? Olacaq 4. 16 böl 4 verəcək sizə 4-ü. Aydındır. Bəli. Dəqiq. Hamıya Bəli. Bəli, müəllim. sadə olduğunu deyəcəm. Yəni nisbətən sadədir. Hə, indi bu bizə nəyə lazımdır? Mən C plus bərabər n faiz 10 yazsam, yəni ədədin son rəqəmini nə edəcək? Cəmin üstünə gələcək. Yəni hər dəfə mən cəmləyəcəm də onu, düzdür? Sonra siyahı C-ni versəm, məsələn, ədədim neçə rəqəmli idi orada? Rəqəmlərim 1, 2, 3, 4-dür. Bunların cəmi eləyəcək məndə 10. Düzdür? Çıxışa 10 verməyini gözlədim. Və yaxud da bunu vur eləsəm, bunu da 1 eləsəm, mən nə tapacam? Ədədin rəqəmlərinin hasilini tapacam. 24. Aydındır? Bəli. Bu şəkildə bir-bir yazacaqsın. Əsas bir dənə burada yadda saxlayın ki, n böyükdür 0 olana qədər n faiz 10 rəqəmi qaytarır. N bərabərdir n bölü 10. Hə, bir də uşaqlar, bəzən ola bilər. Mən bu 13-cü sətr var ha, indi yazdığıma. Onu bu şəkildə də yazaram. Onu da görə bilərsiniz. Böl bərabər 10. Tamam. Dedik axı eyni məntiqdir. Okey. Yəni n hər neçədirsə Bəli. Bəli, müəllim. ola bilər ki, bəzən də belə yazım, orada çaşıb qalmayın. Bu şəkildə suallar gedəcək. Məsələn, elə bu sual. N ədədi var. 3, 2, 1. Yəni rəqəmlərini arxadan əvvələ doğru verməlisiniz. Sonra nə deyir? Tək ədəd rəqəmlərin cəmi. Alandan sonra, hə, bu arada bəzən də şey deyin. LLK deyin, məsələn. LLK dediniz. Sonra yoxlayacaqsınız ki, əgər K faiz 2 1-dirsə, yəni təkdirsə rəqəmim, onu neynə? Get C vur bərabərdir K. Yəni K-ya vur. Yox, cütdürsə də bir şey eləmə. Çünki məndən nələr istəyir? Ancaq tək rəqəmlər istəyir. Tamam. Bu şəkildə belə bu sualları yazacaqsınız. Burada mənim bir halda var, onu diqqət yetirərsiniz. Heç nə. Məsələn, A-dan B kimi olan şeylər istəyir. Cüt rəqəm, yox, tək rəqəmləri istəyir. Və ya cütləri istəyir. Nə bilim, bu şəkildə bir-bir bu nədir? Hə, bu formuladır. Bunu elə yerinə qoyub tapacaqsınız bu heç. Heç nə olar. Bu şəkildə suallar yazmağa çalışacaqsınız. Tamam.
Bəli. Bu Bəli. nədir? 2, 2, 4, 8 kvadrata düşür. Tamam. Şö, belə. Okey. Bu şəkildə yazırsınız. Nə sualınız olacaq, onsuz baxacağıq, ondan əminik. Record götürdüm.